Səndən ötürü can verməyə cümlə hazırız. Səndən ötürü qan tökməyə cümlə qadiriz. Üç rəngli bayrağınla məsud yaşa Azərbaycan. 27 sentyabr. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından 5 il ötür. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əskərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi, ölkəmizin hərbi gücünün, ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün 27 sentyabrın anım günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Müharibənin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan Silahlı Qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq ordumuzun geniş miqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində qələbəyə ruhlandıran şüara çevrildi. Əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən bir-birinin ardınca xoş xəbərlər gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan ordusunun Füzuli rayonunun Qaraxanbəyli, Yuxarı Əbdürrəhmanlı, Horadiz və Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəkliklərə azad etməsi böyük ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan ordusu oktyabrın 3-də Şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Suqovuşan kəndini işğaldan azad etdi. Bundan bir gün sonra Cəbrayıl şəhəri, oktyabrın 9-da isə Hadrut qəsəbəsi düşməndən təmizləndi. Ermənistan Silahlı Qüvvələrinin məğlub edilməzlik mifini darmadağın edən rəşadətli ordumuz oktyabrın 17-sində Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Bir gün sonra dövlət bayrağımız qədim Xudafərin körpüsü üzərində dalğalanmağa başladı. Oktyabrın 20-sində isə Zəngilan şəhəri işğaldan azad olundu. Ordumuz oktyabrın 25-26-sında Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini işğaldan azad etdi. Oktyabrın 28-dən noyabrın 7-sinədək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan ordusunun növbəti hədəfi Qarabağın döyünən ürəyi Şuşa şəhəri idi. Xüsusi təyinatlı qüvvələrin döyüşçüləri çox böyük rəşadət göstərərək çətin relyefə malik dağ, meşə cığırlarından keçib sıldırım qayalara dırmaşaraq bir neçə istiqamətdən Şuşaya daxil oldular. Qəhrəman ordumuz dünya hərb tarixində özünə məxsus yer tutan Şuşa əməliyyatını uğurla başa çatdırdı. Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza noyabrın 8-də səhər saatlarında Şəhidlər Xiyabanında çatdırdı. Prezident böyük qürur hissi ilə xalqımızı təbrik etdi. 28 il yarım işğal altında olan Şuşa azad edildi. Şuşa, sən azadsan. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Bu qələbəni biz döyüş meydanında qazandıq.
Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Noyabrın 9-da Azərbaycan ordusu daha 71 kəndi, 1 qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizləndi. Düçar olduqları ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üç tərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin bəyanata uyğun olaraq Ermənistan noyabrın 20-sində Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarına Azərbaycan silahlı qüvvələrinə təhvil verdi. Azərbaycan ordusunun sentyabrın 20-sində başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-na dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyatı idi. Ermənistan ordusu demək olar ki, tamamilə məhv edildi. Vətən müharibəsində Azərbaycanın döyüş təcrübəsi və taktikası bugün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Azərbaycan Milli Ordusu cəmi 44 gün ərzində ən müasir döyüş silahlarını tətbiq etməklə yüksək peşəkarlıq nümayiş etdirdi. Ermənistan ordusunda 10 mindən çox əskər fərarlik etdiyi halda Azərbaycan silahlı qüvvələrində bir nəfər də fərari olmadı. Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı, canı bahasına qazanılıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2900-dən çox əskər və zabitimiz şəhid olub. Şəhid və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Xalqımız və bütün dünya Azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə bugün deyil, hər gün ehtiramla yad edir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bugün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacaq.